Cruise.az-ın dəyərli dostları, müştəriləri, Norvegian Aqua gəmisi və 16-cı mərtəbə 16132 nömrəli otaq. Rəsmi dəvətimiz və balkon otağımıza daxil oluruq. Daxil olan kimi sol tərəfdə işıq yandı. Deməli, ekrandan elektron şəkildə yəqin ki, indi özünə gələcək. Elektron şəkildə narahat eləməyin və ya kondisionerin istiliyini və soyuqluğunu tənzimləmək. Otağa daxil olan kimi həmən bütün gəmilərdə olduğu kimi gəminin arxasında təhlükə anında inşallah ki olmaz. A8 8-ci mərtəbədə yerləşim yerimiz buradır. Həmən girən kimi sağ tərəfdə əlavə yastıq, asılqanlar, xoş bir hissi. Otaqdan çox xoş bir iyi gəlir. Hər şey yenidir. Hər bizim qulluğumuzdadır. Deməli, safe. Və altda ayaqqabıları və ixtiyarlarını qoymaq üçün, əşyalarınızı qoymaq üçün. Girən kimi çəşdirməmək üçün deyirəm sizə, girən kimi sol tərəfdə işıq və tərkibində sanuzel. Belə bir çox xoş bir atmosferi var sanuzelin. İstifadə olunan rənglər, yer. Bu şəkil. Sabun və şampun. Hər şey çox təzədir və bunu mən sizə qoxusunu ötürə bilmirəm. Sabun. Bu şəkildə. Və otağımıza daxil oluruq. Belə bir çox bir fərah bir otaqdır. Balkonlu otaqdır. Sol tərəfdə həmən divan. Bu divanlar lazım olanda 2 nəfərin yatmağı üçün açılan qismdən deyil, adi divandır. Bir kere buradan açılır lazım olsa. Belə bir çox fərqli bir dizayndır, çox bəyəndim mən. Minimalistik tərzdədir, amma hər şey yerli yerindədir. Deməli, işıq və zərətqə üçün olanlar, komodumuz, yataq, televizor. Burada hemen sağ tarafta telefon, minibar, fen, deməli lampa. Bak maraqlı. Bakın enerji yeri de var. Bakın böyle bir çok güzel bir otaqdır və balkonumuz. Diğer otaqlı gəmilərdə olduğu kimi bu uşaqlar əlləri çatmasın deyə buradan bağlaya bilirsiniz. Və də normal qaydada buradan açılır, bağlanır. Təxminən 3,5-4 genişliğinde bir balkondu. Çok güzel oturacaklardı. Eminim ki de çok rahattı. Gemi için lazım olan ve geminin burun hissesine yakın. Gördüğünüz gibi buradan idare olunur. Portugalya, Lizabon, Norvegian Aqua gemisi. Norvegia'nın tərkibindəki 20-ci gəmi. Prima Plus klasına aid olan ilk gəmi. Gəminin içi ilə əlaqədar mən sizə ətraflı məlumatları çəkib göndərəcəm və son olaraq da otağa girən kimi necə bir mənzərə ilə qarşılaşırsınız
Onu size gösterim. Bu girişti. Hemen sol tarafta divan. Sağ tarafta telefon, menü var, fen ve budur otağımız. Ve balkonumuz. En güzel seyahatler sizin olsun. Siz buna layıksınız.